Rami müəllim, niyə namaz ancaq ərəbcə qılınmalıdır? Namazın ərəbcədən başqa dildə qılmaq namazı batil edirmi? Elhamdülillah. Bilirsiniz, deməli, burada iki dənə ayrı şey var. Onu ayırmalıyıq. Var dua, Allaha müraciət. Sənin ürəyindən nə keçir, Allahdan istəmək. Bu, əlbəttə ki, sən öz dilində eləməlisən onu. Sən başa düşməlisən, sən nə deyirsən. Və istədiyin fikirlərini Allaha çatdırmalısan. Sən əlbəttə ki, ərəb dili sənin dilin deyilsin, sən onu bacarmayacaqsan. Xüsusən o dili bilməsən. Aydındır. Ona görə bu məsələdə əlbəttə ki, dua insan öz dilində eləməlidir. Yəni Allahdan istəməlidir, müraciət eləyir. Və lakin namaz, bu Allahdan Peyğəmbərə qoyulan bir ibadətdir. Aydındır ki, müsəlmanlar ibadət belə eləməlidir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm namaza öyrədəndə dedi ki, sallu kəmə rəaytumuni usalli. Mən necə qılıram, və belə qıl namazı. Aydındır. Demədi ki, hərəsi öz dilində qılsın. Və ona görə Peyğəmbər sallallahu vaxtında cürbəcür millətlər İslamı qəbul edirdilər. Romlar İslamı qəbul edirdilər, Farslar İslamı qəbul edirdilər. Onlar da öz dilləri var idi. Lakin hamısı ərəb dilində qılırdı. Hətta Azərbaycan əhalisi artıq sahabələrin vaxtında, Ömərin vaxtında onlar İslamla tanış oldular. Artıq Osmanlı radiyallahu vaxtında İslamı qəbul edilər. Lakin hamısı necə burada başladılar namaz qılmağa? Ərəb dilində. Ərəb dili, yəni bu ərəb dili deyil, bu Peyğəmbərin namazıdır. Peyğəmbərin sallallahu əleyhi və səlləm namazı belə olub. Ona görə ən ilk millətlərdən, İslamı qəbul edən millətlərdən biri Azərbaycan milləti oldu. Necə onun tarixçidə qeyd edilir ki, Osmanlı radiyallahu vaxtında artıq onlar İslamı qəbul eləmişlər. Və başqa millətlər. Heç kim onlardan demədi ki, niyə görə biz öz dilimizdə qılmıyıq? Yaxşı, sual niyə görə? Birincisi, cavab. Peyğəmbər sallallahu əleyhi və səlləm namazı belə öyrətdi. Və dedi ki, mənə kimi qılın. Bu, bir dənə məsələ. Bir dənə cavab. İkinci cavab. Namazın əsası Quran-ı Kərimdir. Namaz belə baxsanız, əsas namazda nə olur? Quran-ı Kərim oxunur. Fatihə. Peyğəmbər sallallahu əleyhi və səlləm hətta deyərdi ki, la salate limen lem yaqra bi Fatihatil kitab. Yəni o kəs ki Fatihəni oxumayıb namazda, onun namazı batildir. Fatihə namazın əsasıdır. Ona görə biz əvvəl Fatihəni oxuyuruq, sonra ondan sonra ikinci surəni oxuyuruz. Qul huvallahu ahad oxuyur ya digər hansısa bir surəni oxuya bilər. Yəni namazın əsası Quran-ı Kərimdir. Aydındır? Yaxşı, Quran-ı Kərimi kimsə deyə bilər ki, mən Azərbaycan dilində oxumaq istəyirəm. Yaxşı. Sən Azərbaycan dilində Quran-ı Kərimi oxumaq istəsən, mən sənə sual verəcəm. Sən kimin tərcüməsini oxuyacaqsan? Azərbaycan dilində bir 7-8 dənə tərcümə var. Baxsın, hamısı fərqlənir. Yəni, hansıdır Allahın kəlamı? Heç biri. Ola bilməz ki, Allahın kəlamı fərqlənsin. Ona görə tərcümə, Quran-ı Kərimin tərcüməsi əslində Quran-ı Kərimi deyil. Quran-ı Kərimin mənasının tərcüməsidir. Ona görə hətta alimlər buyururlar ki, düzgün deyil demək Quran-ı Kərimin tərcüməsi. Quran-ı Kərim tərcümə eləmək olmaz. Quran-ı Kərim Allahın kəlamıdır. Quran-ı Kərim mənasını tərcümə edirik. Mənasını tərcümə edirik deyəndə tərcümələr fərqlənir. Tərcümələr fərqlənir. Ona görə məsələn, indi bizdə o qədər tərcümələr çox deyil. Məsələn, ingilis dilində 100-dən çox tərcümə var. 100-dən çox. Quran-ı Kərim tərcüməsi var. Hamısı fərqlənir. Hamısının öz üslubu var. Hamısı çalışıb müəyyən bir mənasını əhatə eləsin. O demək deyil ki, hamısı pisdir, ancaq biri düzdür. Yox. Tərcümələr təfsir kitablar kimidir. Necə təfsir kitabda hansı alim görürsə ki, təfsir eləyəndə çalışır müəyyən bir məqamı çıxartsın, ortaya qoysun Quran-ı Kərimin mənasından. Həmçinin tərcüməçidir. Hər tərcüməçinin öz üslubu var. Kimsə deyir ki, mən dəqiq tərcümə eləyəcəm. Mənanı az tərcümə eləyəcəm, dəqiq çalışıb sözbəsöz tərcümə eləyəcəm. Kimsə deyir, yox, mən sözbəsöz baxmayacağım, ümumi mənanı gətirəcəm. Kimsə deyir, yox, mən baxacağım filan təfsirə, o təfsirin mənasını gətirəcəm. Yəni, belədir. Onu görürsən, hətta sən Azərbaycan dilində, məsələn, Quran-ı Kərimi oxumaq istəsən, sən bir dənə tərcüməni götürəcəksən, mən o biri tərcüməni götürəcəm. Artıq bu vəhdəti pozucaq. Yaxşı, bu qalsın bir qılağı. Mən Azərbaycanlıyam, mən sabah gəldim Məkkəyə, yardımcı başqa bir müsəlmanla görüşdüm, Pakistandan görüşdüm, nə bilim, İngiltərədən görüşdüm. Biz necə bir yerdə qılaq namaz? O İngilis dilində qılacaq, bu Urdu dilində qılacaq. Görürsünüz, bu artıq vəhdəti də pozur. Aydındır. Ona görə
namazda biz Quran-ı Kərimi oxuyuruq. Quran-ı Kərimi ərəb dilində oxuyuruq. Çünki o belə nazil olub. Quran-ı Kərim ancaq ərəb dilindədir. Qeyri-ərəb dilində nədir? Quran-ı Kərimin mənasının tərcüməsidir. Ona görə də müsəlmanlar siz özünüz görürsünüz Məkkədə, Kəbənin ətrafında 100 minlərlə müsəlman yığışır, bir dənə namaz qılır. Niyə görə bir yerdə qıla bilirlər? Çünki bir dənə namaz qılırlar. Hansı ki, ərəb dilindədir. Lakin hər müsəlman öz dilində qılsaydı, onlar belə yığışıb Kəbədə qıla bilərdilər? Heç vaxt. Aydındır? Ona görə namaz qılmalısan, sən Peyğəmbər sallallahu necə eləyib? Dua isə Allaha müraciət, Allahdan nəsə istəmək, öz dilində əlbəttə ki, eləməlisən. Allah da yaxşı. Bəs ərəbcədən başqa dildə qılmaq namazı batil. Əlbəttə ki, batil edir. Çünki bu namaz deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, məni kimi qılın. Sən artıq Peyğəmbər sallallahu əleyhi və səlləm kimi qılmırsan. Və dediyimiz kimi 1500 il bütün dünyada müsəlmanlar namazı belə qılıb. Ərəb dilində qılıblar namazı. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm ərəb dilində yox, Peyğəmbər sallallahu əleyhi və səlləm necə qılıb belə qılıblar. Bütün ölkələrdə, bütün coğrafiyalarda. Sadəcə indi görürsünüz ki, cəhalət yəni yayılıb, kim nə istəyir İslamdan danışır, nə istəyir təklif edir. Ona görə belə qəribə fikirlər gəlir ki, gəl namazı öz dilimizdə qılaq. Kimsə deyir ki, namazı mən ancaq nə bilim Qurana baxıb qılacağam və s. Yəni hamısı cahillikdir, elmsizlik, savadsızlıq. 1500 il belə fikirlər olmayıb qardaşlar. Yəni 1500 il belə çıxır müsəlmanlar zəlalət içində olublar. İndi ağıllı insanlar əmələ gəlmir. Yox, sözsüz ki.